Aprelin 1-dən etibarən ölkədə elektron siqaret dövrü bitir. Artıq nə elektron siqaretlərin satışı olacaq, nə də ölkəyə gətirilməsi. Əslində bu qadağa çoxdandır müzakirə edilirdi, amma qeyd etdiyimiz müddətdən artıq qərar qüvvəyə minir. Bəs bu addımın atılmağına səbəb nə oldu? Elektron siqaretlər ümumiyyətlə dünya bazarına son 25-30 ildə gəlmiş bir məhsuldur. İlk illərdə elə düşünülürdü ki, bu tütünlü, nikotinli siqaretləri əvəz edəcəkdir və siqaret çəkməni azaldacaqdır. Amma sonraki dövrlərin təcrübəsi göstərdi ki, elektron siqaretin zərəri nəinki azdır. Elektron siqaretin zərərləri nikotindən daha çoxdur, daha ağırdır və daha tez öyrəşmə verir. Xüsusilə gənclər və uşaqlar arasında elektron siqaretə aludəçilik dünyada getdikcə artmaqdadır. Qanunun məqsədi bəllidir. Bəs bu barədə sakinlər nə düşünür? Maraqlıdır. Xəbərə sevinirlər, yoxsa aprel ayına qədər elektron siqaret ehtiyatı görməyə başlayıblar? Cavanlar üçün yaxşıdır, belə o işdə işləyənlər üçün pisdir. Düşünmürəm ki, bunların ləğvi hər hansısa pozitiv nəticəyə səbəb olar. Ən yaxşı halda məncə o olardı ki, qiymətlər qaldırılsın. Məncə effektiv olacaq. Elektron siqaretlərdən daha çox yeniyetmələr, məktəb yaşında olanlar və universitetdə olanlar, hansı ki, valideynlər xəbəri olmayanlar istifadə edir. Onlar artıq həmin o siqaretdən istifadə etməyə daha çox çəkinəcəklər. Bu da artıq həm sağlamlıq cəhətdən, həm onların maliyyəsi cəhətdən, həmçinin də ki, ətraf mühitə daha çox karbon emissiyasının azalması cəhətdən xeyir verəcək. Mənim fikrimcə onun ləğvi səhv qərardır. Yəni bu siqaretə gedib ləğv eləsinlər də ondan sonra. Yəni bu ziyandırsa, ikisə ziyandır, ikisə tütün məhsuludur. Elektron siqaretin məncə çox ziyanı yoxdur. Fikirlər müxtəlif olsa da tibbi həqiqətlər dəyişmir. Çoxumuzun zərərsiz dediyi o dumanın arxasında isə əslində daha böyük təhlükələr gizlənir. Elektron siqaretin ən ciddi zərərləri ağciyərlərin, o cümlədən bronxların və digər tənəffüs orqanlarının qısa müddət ərzində sıradan çıxmasıdır. Belə ki, elektron siqaretin tərkibində o yanarkən əmələ gələn formaldehid, fenol, ağır qurğuşun, nikel və sair metallar və digər kimyəvi birləşmələr ağciyər üzərinə çökür və ağciyərdə pnevmonit deyilən bir ağciyərin iltihabı xəstəliyini yaradır. Digər bir təhlükəli cəhət ondan ibarətdir ki, çox zaman elektron siqaret adı altında müxtəlif psixotrop maddələri də siqaretə əlavə edirlər. Bu da narkotik alışqanlığına gətirib çıxarır. Bütün bu qadağaların arxasında tək bir məqsəd dayanır: sağlamlıq. Mütəxəssislər hesab edir ki, bu addım həm gənclərin zərərli vərdişlərdən qorunmasına, həm də gələcəkdə yarana biləcək tənəffüs yolu xəstəliklərinin qarşısının alınmasına xidmət edəcək. Qanun qüvvəyə mindikdən sonra bu cihazların həm satışı, həm də istifadəsi artıq keçmişdə qalacaq.